Azərbaycanın eks-müdafiə naziri Səfər Əliyevin yeni fotosu yayılıb. Qafqaz İnfonun məlumatına görə, sabiq nazirin də üzv olduğu Dədə Qorqud Milli Fondu Azərbaycanlı jurnalist Fuad Abbasovu mükafatlandırıb. Jurnalist seçenlərlə Azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün göstərdiyi fəaliyyətə görə Vətən Övladı ordeni ilə tərtib edilib. Səfər Əliyev də ordenin təqdim etmə mərasimində iştirak edib. Qeyd edək ki, Səfər Əliyev 2013-cü ildə Müdafiə Naziri vəzifəsindən azad olunub. Türk Hava Yollarının balansında olan 3 Boeing 737 MAX 8 sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb. Bu barədə Türkiyə Milli Aviasiya Təşkilatı belə bir qərar verib. İstanbul Atatürk Hava Limanından səmaya qalxaraq Böyük Britaniyaya istiqamət götürən 3 təyyarənin geri qaytarılmasına səbəb martın 10-da Efiopiya Hava Yollarına məxsus Boeing 737 MAX 8 və eyni tipli təyyarələrin bundan əvvəlki qəzalarıdır. Bildirilib ki, uçuşlar təhlükəsizlik məqsədi ilə müvəqqəti dayandırılıb. Hazırda Türk Hava Yollarının balansında 12 ədəd Boeing 737 MAX 8 təyyarəsi var. Qeyd edək ki, Türkiyə ilə yanaşı Almaniya, Avstraliya, Singapur, Malazya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrlə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb. Xatırladaq ki, martın 10-da Efiopiya Hava Yollarına məxsus Boeing 737 hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bakı Apellyasiya Məhkəməsində şikayəti təmin edilməyən Təranə Səmədova Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək baxış iclası aprel ayının 9-una təyin edilib. Qeyd edək ki, Təranə Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsində 1-ci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Nərimanov rayon məhkəməsinin hökmü ilə Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə iclas salonunda həbs olunub. İttihama görə Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanılıb. O iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə 2 qadın zərər çəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə ittiham elan edilib. Sumqayıt şəhərində 26 yaşlı gənc hündürlükdən yıxılaraq dünyasını dəyişib. Qafqaz İnfonun məlumatına görə hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, 41-ci məhəllədə yaşayan 1992-ci il təvəllüdlü Rauf Nizamoğlu Həsən Quliyev yer çərşənbəsinə görə tonqal qalamaq üçün taxta toplayan zaman yıxılaraq dünyasını dəyişib. Gənc dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Rusiyanın Stavropol diyarının Midraniye Bodu sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Midraniye Bodu sərhəd keçid məntəqəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə martın 10-da baş verib. Belə ki, Midraniye Bodu Bakı reisinə minən Azərbaycanlı sərhəddən 1,1 milyon rublu qanunsuz olaraq keçirməyə cəhd edib. Lakin gömrük nəzarəti zonasında yoxlamalar zamanı onun üzərindəki pulun miqdarının daşınma üçün icazə verilən məbləğdən çox olduğu məlum olub. Söz gedən valyuta müsadirə edilib. Qanunu pozan şəxsi indi böyük miqdarda cərimə gözləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 metr/saat olacağı, arabir 23-28 metr/saatədək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 metr/saat olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saatədək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.